Əgər özünə müsəlmanam deyən bir ana əlinə Qurandan çox telefon götürürsə, o zaman təəccüblənməsin ki, niyə mənim uşağım ekrana bu qədər çox meyl edir. Çünki uşaqlar müəyyən bir yaşa qədər dünyanı valideynlərin hal hərəkəti prizması ilə görürlər. Əgər uşaq ananın əlində ən çox telefonu görürsə, bu onun beynində bir siqnal yaradır ki, bu əgər anamın əlindən düşmürsə, deməli dünyada ən vacib şey elə budur. Kədərinin, sevincinin mənbəyi elə budur. Amma uşaq ananın əlində Quran görəndə onun beynində başqa siqnal yaranır. Anam çox hörmətlə bu kitaba davrandığına görə, bu kitabda nə isə çox önəmli bir şey var. Və uşaq istər-istəməz kitaba meyilli olacaq. Çünki həyatındakı ən önəmli insana bənzəməyə çalışacaq. Uşağın dini sözlərdən, qadağalardan deyil, gözlərindən və hisslərindən başlayır. Həyatındakı ən vacib insanların, ana-atanın hal hərəkətindən başlayır. Məsələ tamamən texnologiyadan uzaqlaşmaq deyil. Bu zaten dövrümüzdə mümkünsüz bir şeydir. Məsələ öncəliklərimizdədir. Qoy uşaq sizi telefonla gördüyü qədər də Quranla görsün. Namazda, duada görsün. Bizim sevincimizin, xoşbəxtliyimizin qaynağının dinimiz olduğunu hiss etsin. Uşaqlarınızı telefonla deyil, dininizlə tərbiyə edin.